Emin Əmrullayev mövzusu getdikcə aktuallaşır, işdən çıxarılması ilə bağlı Elm və Təhsil Nazirliyində yoxlamalar başlayıb. Aktuallaşır deyərkən daha çox bu sosial şəbəkələrdə müzakirə olunur yeri gəlmişkən və Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir və bu barədə APR qurumdan məlumat verilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin iş planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən Təhsil Respublika İdman Mərkəzi publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir. Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.